Salam, bugünkü dərsimiz dördlü altlı koordinat şəbəkəsidir. Bu dərs yeni 7-ci sinif dərsliyində coğrafi mövqeyi necə təyin etmək olar mövzunun daxilində qeydə alınıbdır. Əvvəla tanış olaq ki, coğrafi mövqe dedikdə nə başa düşürük? Yəni, hər hansı bir coğrafi obyektin yer kürəsində yerləşdiyi nöqtə və yaxud da ki, sahə nəzərdə tutulur. Misal üçün, burada qeyd olunubdur 3-cü rəqəm, belə deyək də, Əjdaha dağlarıdır. Afrikanın cənub-şərqində yerləşir. Qədim dağdır, Kaledon Hersin qırışıqlığında yaranıbdır. Sonra 10-cu rəqəm, misal üçün, Atlas dağlarıdır, Cavan dağdır, Alp-Himalay seysmik qurşağında yerləşir. Hündürlüyü 4165 metrdir. Tupqal zirvəsi Əhündür zirvəsidir. Yəni, bu xəritədə belə deyək, yer kürəsinin nöqtə və sahəsi nəzərdə tutulur. Coğrafi mövqe mütləq və nisbi olur. Mütləq mövqe burada mütləq mövqe və nisbi mövqe var. Mütləq mövqe, yəni bunun koordinat şəbəkəsi ilə təyin olunur. Bir də qlobal mövqe təyin etmə sistemi ilə təyin olunur. Koordinat şəbəkəsi, yəni məsəl üçün Azərbaycan 40 şimal 50 şərq uzunluğunda yerləşir. Bunun koordinat şəbəkəsidir. Yəni, onun yerləşdiyi paralel meridiana görə təyin olunur. Bir də var, qlobal təyin etmə, GPS vasitəsilə təyin olunması. Bu, süni peyklər, izləmə stansiyaları, qəbul edicilər. Yəni, bu, belə deyək, qlobal mövqe təyin etmə sistemi həm mövqeyi müəyyənləşdirir, həm də istənilən yeri təyin edir. Sonra, nisbi mövqe isə obyektin digər obyektlərə nəzərən necə yerləşməsi, necə əlaqəli olmasıdır. Burada məktəb dərsliyində də qeyd olunubdur. Misal üçün, yazıb ki, yaşadığınız yerin, deməli, dağa, çaya, məktəb binasına, dəniz kənarına nəzərən mövqeyi misal ola bilər. Misal üçün, Azərbaycan Xəzər dəniz sahilində yerləşir. Sonra burada var ki, Niderlandın, deməli, Rotterdam limanıdır. Yəni, bu Rotterdam şimal dəniz sahilində yerləşməsi onun coğrafi mövqeyinin əlverişli olmasına gətirib çıxardır. Bu da onun yerləşməsi, yəni onun xüsusiyyətləridir. Sonra, dördlü adlı koordinat şəbəkəsi əsasən böyük miqyaslı xəritələrdə kiçik ərazilər təsvir olunur. Çünki orada meridian paralellər verilmir. Ona görə də coğrafi koordinatları təyin etmək mümkün olmur. Həmin bu planda kvadratlara bölünür, həmin kvadratlar da nömrələnir. Burada bir ayıraq. Burada dördlü koordinat şəbəkəsidir. Bu çox sadədir. Misal üçün, bu, belə deyək də, məktəb binasıdırsa, birinci 28-i qeyd edirik, sonra 51-i. Yəni, dördlü koordinat şəbəkəsi deyəndə 28, 51. Belə qeydə alırıq. Sonra, misal üçün, yanacaq doldurma məntəqəsini deyəndə 30, sonra da 50-ni. 30, 50. Yazırıq 30, 50. Bu, onun dördlü koordinat şəbəkəsi sistemidir. Sonra, misal üçün, təyyarəni qeyd eləyəndə 31, 53. Yazırıq 31, 53. Belə. 31, 53. Planda altlı koordinat şəbəkəsini belə deyək də, qeyd edəndə isə yenə dördlü koordinat kimi 62, 33. Yazdıq 62, 33. Sonra buradakı obyektə baxırıq. Misal üçün, bu binanı burada qeyd olunub, düzdür? Deməli, 1, 2. 2-ni qətlik yazdıq bura. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. 7-ni də qətlik bura yazdıq. Bu da onun altlı koordinat şəbəkəsi. Sonra bu sarı, belə deyək də, yeməkxanadır. Deməli, birinci genə qeyd edirik. 62, 33. Sonra, deməli, 1, 2, 3, 4, 5. 5-i qətlik yazdıq bura. Sonra yenə 1, 2. 2-ni də qətlik yazdıq bura. Sonra burada kino var. Deməli, bu buradadırsa, belə işarə eləyək. Təzdən yazaq, daha aydın olsun. Deməli, kino əgər buradadırsa, yenə 62, 33-ü qeyd edirik. 62, 33. İndi baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-i qətlik bura yazdıq. Bir də 1 bura yazdıq. Oldu 628, 331. Bu qədər sadə.